3 uşaq anası sevgilisini qətlə yetirdi. Hadisə Binəqədi rayonu ərazisində Şövkət Məmmədova küçəsində baş verib. 34 yaşlı Mədinə Mürsəliyeva 28 yaşlı sevgilisini qısqanclıq zəminində öldürüb. Elçin Allahverdiyevin evlənməsinə etiraz edən Mədinə Mürsəliyeva oğlanı bu parka dəvət edərək onu qətlə yetirib. İstintaq zamanı məlum olub ki, onlar bir-birini qonşuluqdan tanıyırlar və uzun illərdir ki, qeyri-rəsmi münasibətdədirlər. Lakin ötən bazar günü ailə quran Elçin Mədinə ilə olan münasibətdən son vermək istəyib. Bu isə qadının etirazına səbəb olub və o qısqanclıq məqsədi ilə Elçinin həyat yoldaşına zəng edərək aralarında olan münasibəti ona bildirib. Bundan əsəbləşən Elçin Mədinə ilə mübahisə edib. Qadın istintaqa onu qısqandığı üçün öldürdüyünü deyib. Mən də bıçağı götürdüm, yağ bıçağı idi. Götürdüm özümdən. Yəni, bu dəfə məni vurmasın, ya təhqir eləməsin. Bıçağı götürdüm, getdim. Sonra biz dalaşa getdik. Mən də bıçağı bura qoymuşdum belə. Mən də qaldırdım belə vurmalı, o koftama ilişdi su. Birinci şey eləmədi, sonra əlimi aşağı saldım, koftamı arxadan belə dala qaldırdım. Riski belə vurdum bir dəfə. Sonra bıçaq qırıldı, arxası qaldı məndə. Sonra mən getdim, belə fırlandım. O qışqırdı, dostunu çağırdı, buqar. Sonra mən görüm ki, ağ sarışqa giymişdi, gördüm ki, qandı. Mədinə sevgilisinə qarşı bir qədər insaflı davranaraq onu xəstəxanaya çatdırmağa da yardım göstərib. Lakin həkimlər Elçinin həyatını xilas edə bilməyiblər. Qadın isə tutularaq polisə gətirilib. Mədinə deyir ki, Elçin bu ilin martında başqası ilə nişanlanıb. Elə o vaxtdan aralarında söz-söhbət səngimir. Neçə dəfə Mədinə ondan ayrılmaq istəsə də Elçin buna imkan verməyib. Sonra dedim ki, daha hələ öz yoluna geçsin. Dedi ki, yox, mən onu da saxlayacağım, səni də saxlayacağım, səninlə də yaşayacağım, onunla da yaşayacağım. Mən ona dedim ki, iki qoçun başı bir yazanda qaynamazda, belə olmaz. O dedi ki, yox. Mən onunla mübahisə eləmişəm, dəfələrlə eləmişəm, söyürdü məni, vurubdu məni, burnumu sındırıbdı, dişimi qırıbdı, buradan qırıbdı. Yəni, dəfələrlə məni vurub, dostlarını da yanında vurubdu, döyübdü. MT var orada, MT'nin qabağında da döyüb, gecə oraya içələri çıxıb deyib ki, burada vurmuyor da, gedin başqa yerdə dalar. Qeyd edək ki, Mədinə Mürsəliyeva Elçinlə qeyri-rəsmi yaşamalarına baxmayaraq ailəlidir və 3 uşaq anasıdır. Faktla bağlı Mədinə Mürsəliyeva barəsində Cinayət Məcəlləsinin 120.1 qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Simnarə Həmid, Rəşad Qurbanov, Space.